Siz heç sənətin ən ali zirvəsində baş tutan görüşün şahidi olmusunuzmu? Tarın tellərində canlanan tarix, ustad-şagird ənənəsinin ən gözəl nümunəsi ilə birləşdi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Milli Konservatoriyanın birgə layihəsi olan Nəsillərin Dialoqu konserti baş tutdu. Səhnədə ustad sənətkar Ələkbər Ələkbərov və onun layiqli davamçısı İbrahim Babayev idi. İki nəslin musiqili söhbəti qulaqlarımızla yanaşı ruhları da fəth etdi. Gəlin bu musiqi ziyafətinə birlikdə tamaşa edək. Kamera və arqa musiqi zalında musiqi dünyasının ən səmimi dialoqlarından biri yaşandı. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə ərsəyə gətirdiyi Nəsillərin Dialoqu layihəsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu. Səhnənin mərkəzində Azərbaycan Respublikasının əməkdar artisti, sənətşünaslıq doktor Ələkbər Ələkbərov və istedadlı tarzən İbrahim Babayev var idi. Gecə Muhamiksin müasir ritmləri ilə başladı. Tofiq Quliyevin ölməz qaytaqsı ilə davam etdi. İbrahim Babayevin bəstələri olan Portret və Zabul Seygah improvizasiyaları tarın ifadə imkanlarının nə qədər geniş olduğunu bir daha sübut etdi. Konsertin ən duyğulu anları isə ustad və tələbələrin bir araya gəldiyi dəqiqələr idi. İbrahim Babayevin tələbəsi Vüsal Məmmədovun ifasında səslənən Neft fəvarələrinin rəqsi və bütün heyətin iştirakı ilə ifa olunan Colors of Azerbaijan kompozisiyası zalda alqış sədaları ilə qarşılandı. Pərviz Məmmədovun fortepianoda, Vəfadar Ramizin zərb alətlərində və Svetlana Əhmədovanın konsertmeyster qismində müşayiəti musiqinin rənglərini daha da zənginləşdirdi. Bugünkü konsert proqramının əhəmiyyəti, önəmi bir başqadır bugün bizim üçün. Çünki bugün biz bir səhnədə bir neçə nəslin nümayəndəsini dinləyəcəyik. Yəni bugün bizim istedadlı tarzən İbrahim Babayev, onun ustadı olmuş əməkdar artist Ələkbər Ələkbərov və İbrahim Babayevin tələbələri səhnədə öz musiqi çələngini tamaşaçılara təqdim edəcəklər. İki nəsil kompozisiya ilə taclanan bu gecə milli musiqi irsimizin etibarlı əllərdə olduğunun mesajını verdi. Nəsillər dəyişir, amma tarın tellərindəki o qədim ruh həmişə gənc qalır.